Şahnaz. Sen bilirsən ki, mən səni çox sevmişəm. Mən bilirəm, Şahnaz. Bilirəm ki, sənə qarşı çox səhyarım olur. Mən sənə elədiklərimə görə çox peşmanım. Əgər mümkünsə məni bağışla. Bilirəm. Bilirəm sənə çox əziyyət vermişəm, çox əzablar vermişəm. Mən səni çox incitmişəm, çox ağlatmışam. Bilirəm. Bilirəm. Deyəcəksən ki, bu illər ərzində bir dəfə də olsun yada düşmədik. Düz deyirsən. Amma bir şeyi bil ki, mən sənin yanına gələ bilmirdim. Mən utanırdım sənin yanına gəlməyə. Bəlkə də heç vaxt bura gələ bilməyəcəkdim. Amma sənin ölüm xəbərini, oğlumuzun da belə bir pis vəziyyətə düşdüyünü eşidəndə bacarmadım. Dedim, yox. Mütləq etməliyəm. Həm də gəldim onu sənə deyəm ki, Şahnaz, mən bundan sonra oğlumuzu tək qoymayacağım. Rahat yat, Şahnaz. Rahat yat. Bu danışdıklarım o ifritə Rənanın kim olduğunu öğrenmeye kömək eləyəcək. Sən çantanın ağzını geniş aç. Rənanın bütün nəsli haqqında sənin üçün məlumat verərəm. Sənin də bu gözlərin doymadı da puldan deyirəm. Sən oturduqca çox gicləyirsən. Tabii düş get maşından. Düş get işlə məşğul ol. Oldu, haydi. Bura niyə gəldik? Fikirləşdim ki, xalam da yoxdur. İndi bizim bir-birimizə daha çox ehtiyacımız var. Həm də sən evdən çıxa bilmirsən. Şirkətin işləri ilə də mən məşğul olardım. Hə, düz deyirsən. Mən o halda deyiləm ki, şirkətlə məşğul olum. Fərid, bir xahişim var səndən. Hə, buyur. Rəna ilə danışdı. Nə danışıb? Ona sənə deyəcək sözləri var. Nə sözü? Bilirsən, bu 5 il ərzində çox şey dəyişib. Yaxşı, danışarım. Yaxşı, mən gedim. Həm işlərim var, həm də şirkətə keçərəm oradan sonra. Yaxşı. Sağ ol. Bak yine hicran, ayrılık nece geldi bizden habersiz. Gel yandım aman, deyirdin ki yaşayabilmezsen bensiz. Kaman
nəğməsin çalır gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb yanır yer ilə göyün arasında. Harda qaldın, gəlmədin, sevirəm deyirdin. Yəqin belə yazılıb bəxtim. Harda qaldın, gəlmədin, sevirəm deyirdin. Yəqin belə yazılıb bəxtim. Kama ayrılıq nəğməsin çalır gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb yanır yer ilə göyün arasında. Kaş öten günler geri döneydi birce göz kırpımında. Kaş geçen iller dadıma şata ömrümün son anında. Kaman ayrılığın nəğməsin çalır gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb yanır yer ilə göyün arasında. Gəl həsrətim gəl, bilməzdim ayrılacaqdıq bir gün axır. Gel taleyim gel, yüreğim son görüşün yaman darıxır. Kaman ayrılığın nəğməsin çalır gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb yanır yer ilə göyün arasında. Harda qaldın, gəlmədin, sevirəm deyirdin. Yəqin belə yazılıb bəxtim. Harda qaldın, gəlmədin, sevirəm deyirdin. Yəqin belə yazılıb bəxtim. Kaman ayrılıq nəğməsin çalır gecələrin pıçıltısında. Qəlbim odlarda alışıb yanır yer ilə göyün arasında. Fəridə, Salam Rəna. buyur, nəsə olub? Yox. Əslində hə. Nə olub ki? Rəna, istəyirəm bizə gedəsən. Niyə?
Fərid evdə təkdir. Görüşüb söhbət eləyəsiz. Axı sən nə vaxta qədər onun oğlu olduğunu gizlədəcəksən? Fəridə bilmirəm. Mən elə buna hazır deyiləm. Biraz zamana ehtiyacım var. Rəna, 5 il bəs eləmədi sənə. Fəridin buna ehtiyacı var. Axı o da bilməlidir ki, onun bir oğlu var. Yaxşı, mən fikirləşərəm. Rəna, gedəcəksən? Bilmirəm Fəridə. Xahiş edirəm, get. Mənim indi biraz işlərim var, onları görəcəm. Amma sonra yenə səni yığacam, yaxşı? Yaxşı oldu Fəridə, sağ ol. Sağ ol. Bugün kimin ad günüdür? Benim ağıllı balamın ad günüdür bugün. Murat. Benim canım oğlum. Bugün senin birinci ad günündü. Bilirim. Sen de isterdin bu ad gününü atanla, ninelerinle, babalarınla değil geçsen. Ama olsun. Biz birbirimize de besliyoruz. Ha oğlum? Ha. Ne istiyorsun? Hop. Ben ne kadar kasıp olsam da bunu sana hiç vakit hissettirmeyeceğim. Sen benim her şeyim, ben de senin her şeyin olacağım. Hazırsan ağlı balam. Benim Murat'ım. Benim ağlı balam. Yaxşı Fərdə xanım. Mən sizi başa düşdüm. Amma bir məsələ var. Fərdə xanım, bəs qədrini neyim? Mən Tuba çay evindəyim. Yaxşı. Gəlin.
Buyur gel. Sənə deməmişəm ki, bir də bu ofisə gəlmə. İndi istəyirsən mühafizəçini çağırım, səni çölə attırım. Gönül. Bu şirket benim şirketimdir. Sen özün de bunu çok güzel bilirsin. Sən şirkətini o vaxt sevimli Şahnazına verib gəlmisən. İndi isə bura mənim haqqımdır. Aydın oldu sənə? Gönül. Sen niye bu kadar değiştin? Ben bütün bunları nece başa düşüyorum? Axı ben ailemi atıp seni tuttum. Ve sen neydin? Bütün şirketi ele geçirip indi beni küçüğe vurursan. Mənim vaxtım yoxdur. Çıxıb gedə bilərsən. Ata, ne yapıyorsun? Salam kızım, salam. Salam. Niye eve gelmedin? Korkmuştum sen için. Kızım biraz işlerim var. İşlerim bitti. Daha gitmeyeceksin ki. Qızım, atanın bir balaca işləri çoxdur. O hələ işlərini tamamlamayıb. O bir müddət bizdən uzaq olacaq. İndi isə ged evə. Bizim atamla bir balaca söhbətlərimiz var. Yaxşı. Yaşaysın. Sağ ol. Sen niye kıza yalan danıştın? Niye koymadın ona hakikati diyem? Diyem ki adam beni kovup küçelere atın. Vaxtı gələndə hər şeyi özüm başa salacağım. Sənin nəsən deməyə haqqın yoxdur. İndi isə çıx get. Yaxşı. Ben gidiyorum. Ama gönül hele bir son değil. Ben mutlaka buraya bir gün geleceğim. Geleceğim. Seni buradan çıkartacağım. Baxarıq.
Mən elə bilirdim ki, öküzləri tutmaq çətin olur. Gəlmişəm ki, səni açım buraxım. Mən də sənin haqqında çox şey fikirləşirəm. Fikirləşirdim ki, sənin kimlər qorxaq olur. Gəlib sən də mənim yanıma bağlamamış, olmaz ki deyək. Başa fikrimi dəyişdim. Açmıram səni. Yaxşı, onda burada nə işin var? Heç elə belə keçirdim. Yol üstü dedim, gəlim səni də görüm. Gözünsə gedə bilərsən. Yaxşı. Özü o yaxşı vaxt. Başa fikrimi dəyişdim. Əgər indi getsəm, sənin üçün yenə də darıxacam. Ona görə də açım səni. Bir yerdə gedək. Olsun. Nə qədər ki, heç kim gəlib bizi görməyib, mən açım. Yoxsa ömrünün axına kimi darıxacaqsan. Sağ ol. Sağ ol. Bugün mən çox pisəm. Çox pis. Bilirsən niyə? Bugün mən ikinci ailəmi də itirdim. Düzdür, birinci ailəmi çox-çox illər bundan əvvəl itirmişdim. Bugünsə ikinci ailəmi itirdim. Mən yaxşı ola bilmədim. Öz oğlum bələkdə qoyub getdi. Bugün də qızımı, hələ 18 yaşı tamam olmamış, qoyub gedirəm. Cavanlıqda bilirsən mən nə arzuluyordum? Yaxşı bir ailə, xoşbəxt bir ailə. İstəyirdim, oğlum olsun. Onunla uşaq kimi oynayayım. O necə böyüməyini görüm. Onunla dost olum. Onunla dərdləşim. İstediğim kimi bir oğlum oldu. Ama ben yaxşı ata ola bilmədim. Şimdi onların üstə gəlsəm heç tanımaramdı. Bir de ki, tanıyıb nə deyəcəm? Deyəcəm, salam oğlum, mən səni bələkdə qoyub gedən atanam. Bir katibiyə, bir qadına sizi qurban vermişəm.
Hansı ki o katibə bugün atanı qoyub kişilərdə. Kerem, hazır. Sen orada bilerdin ki belə olacaq. Yox, mən katibəmə qoşulub öz arvad uşağımı qoyub gedəndə bir gün belə olacağını bilməliydim. Amma mən mütləq oğlumu tapacağım. Mən də sana kömək edəcəm. Şahnaz'a söz vermişim. Yaxşı. Ana, atam niye gelmedi? Atan özü bizim yanımızda olmağı istəmirdi. Niye başa düşmedim? Vaxtı gələndə başa düşəcəksən. İndi isə yeməyə bilir. Niye axı məndən uşaq kimi davranırsınız? Mən artıq böyümüşəm. Vaxtı gələndə hər şey biləcəksən. Evə getmək istəyirəm. Axı nə oldu? Niyə çörəyini yemədin? Axı sən həmişə bura gələndə getmək istəmirdin evə. İştahım küstü. Evə getmək istəyirəm. Yaxşı qızım, da çörəyimi yeyim, gedərik. Alo. Ali Fərid, necəsən? Özünü necə hiss edirsən? Salam Fərdə. Yaxşı, sən necəsən? Şükür yaxşılıqdır. Şirkətdə işlər necədir? Şirkətdə də hər şey qaydasındadır, sən heç narahat olma. Yox, narahat deyiləm olsun. Sən oradasan, arxayınım. Fərid, bugün qonağın olmayıb. Yox, olmayıb. Kimsə olmalıydı? Yox. Dedim bəlkə dostlarından kimsə gələr. Yox, heç kim gəlməyib. Lap yaxşı. Onda sən istirahətini elə. Mən də biraz işlərim var. Onları bitirib gələcəm. Yaxşı, oldu. Hələlik Fərid, sağ ol. Sən niyə gəlmisən? Ölmədim, bugünü də gördüm. Mənə qapı açırsan? Sən niyə gəlmisən? Sən yatmışdın, mən hər gün gəlirdim. Bir saniyə belə sənin yanından ayrılmamışam. Çox hiss olmuş. Evə qapıda qalacağıq. Evə dəvət edəməyəcəksən məni. Daha gəlmisən də, keç. Yaxşı ki, yedik. Özüm gedə bilirəm. Bəlkə açsan, yemək bişirim sənə. Sən nə vaxtdan yemək bişirən olmusan? Yaxşı. Görürəm ki, yaxşısan. Mən gedim, Məncə də, get. sonra yenə gələcəm amma. Əziyyət çəkib bir də gəlmə.
Yaxşı, gəl mənə ötüm sən onda.